Salam Sami müəllim, hər vaxtınız xeyir, necəsiz? Hər vaxtınız xeyir, çox sağ olun. Siz necəsiz? Sağ olun, yaxşı olasınız. Sizə bir neçə sualımız var, istərdik ki, onları cavablandırasınız. Buyurun. Sami müəllim, neçə ildir tədris sahəsində çalışırsınız? Mən 2010-cu ildən tədris sahəsindəyəm. 15 ildən çoxdur ki, təcrübəyə malikəm. Bəs nə vaxt qərara gəldiniz ki, öz tədris mərkəzinizi qurmalısınız? 2016-cı ildə artıq fikirləşdim ki, topladığım bu təcrübəni öz brendimə çevirim və beləliklə layihəsi və konsepsiyası mənə məxsus olan bir tədris mərkəzi formalaşdırdım. 2025-ci ildə isə yeni bir brend yaratdınız. Bəs buna səbəb nə oldu? Səbəb oldu ki, hər kəs bilir ki, inkişaf dayananda artıq geriləmə başlayır. Bunun üçün də mən artıq hiss elədim ki, yeni bir brendlə irəli getmək lazımdır və bu brend beynəlxalq səviyyədə həm də əməkdaşlıq və beynəlxalq layihələrlə davam etməliyik və beləliklə Eduvan Akademiya formalaşdırdı. Eduvan Akademiya həqiqətən də çox maraqlı bir addır. Bəs Eduvan Akademiya sizin üçün nə deməkdir? Eduvan Akademiya mənim üçün sadəcə bir tədris mərkəzi deyil, eyni zamanda bir liderlikdir, bir sistemli inkişaf edən bir tədris mərkəzidir və eyni zamanda beynəlxalq layihələrə açıq olan bir mərkəzdir. Bəs müəllim, bu sahə üzrə sizin gələcək planlarınız, inkişaf yönümlü bir sisteminiz varmı? Varsa bunlar nələrdir? Əsas layihələrimiz təbii ki, həm Azərbaycanla yanaşı beynəlxalq layihələrin həyata keçirilməsi, Eduvan Akademiya olaraq inkişaf etmək, tədris və digər layihələrin həyata keçirilməsində daha yaxından iştirak etmək və beynəlxalq uğurlara imza atmaq. Çox gözəl Sami müəllim, sizə bugünkü müsahibəyə görə təşəkkür edirik. İnşallah uğurlarınız daim bol olar. Çox sağ olun, təşəkkürlər.